آن پرچم علینی ucatmışıq biz məktəbində izzət qazanmışıq biz. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin ve sallallahu ala seyyidina ve nebiyyina Muhammedin ve alihi tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammedin ve accil ferecehum. Dördüncü nöqtə tənəvvü'n ni'am fil cinan. Cənnətdə neymətlərin müxtəlifliyi, çox çeşidliliyi, rəngarəngliyi. Bilirik ki, Allah Teala Quran-ı Kərimdə bir neçə yerdə deyir ki, biz cənnətdə cənnət əhlinə çoxlu neymətlər bəxş eləyəcək, istədiklərini verəcək. Bu formada ayələr çoxdur. Və insanlar zövqünə görə də Allah müxtəlif yaradıbdır. Birinin məsələn deyək, turş meyvədən xoşu gəlir, birinin şirin meyvədən xoşu gəlir. Birinin armuddan xoşu gəlir, birinin heyvadan xoşu gəlir. Məsələn, bu dünyada. Eləcə də, məsələn, dünyada biri maşınına çox diqqət edir, bir də evinə. Hər bir Allah bir zövq verir, bir baxış verir, bir həvəs veribdir. Cənnətdə də bu cürdür. Möminlər, neymət içində olanlar nə istəyəcəklərsə Allahdan, biri quş əti istəyəcək, ona quş əti veriləcək, biri deyək, qoyun əti istəyəcək, qoyun ətinin kababını verəcəklər. Nə istəsə o. Demək ona neymətlər insanların zövqünə görə müxtəlif olmalıdır və çeşidli olmalıdır. Təbii ki, bunlar maddi neymətlərdir. Mənəvi neymətlər də ki, daha ali şeylərdilər. Quran-ı Kərim vəsf edilir, sonraki və ridvanu minallahi əkbər. Allahın razılığı, rizvanı bunların hamısının fövqündədir, hamısından yuxarıdır. Quş ətidir, nə bilim deyə, arvatdır, nə bilim, huru leyindir, nə bilim, qəsirdir, nə bilim, mindiyin şeylərdir. Bunlar hamısı yaxşı şeylərdir. Allahın verdiyi neymətlərdir, gözəldilər. Amma aşağı səviyyəlidir. Birdən insan, deyək ki, İmam Hüseyin əleyhissalamla ya İmam Sadiq əleyhissalamla həm söhbət olmaq şərəfinə nail ola. Artıq o da yeməklə, içməklə müqayisə olunmaz ki. Birdən indi tutar ki, insanı qaldırala Peyğəmbər sallallahu aleyhi və aleyhi və səlləmin məhzərinə, onunla həm söhbət ola, Ali əleyhissalamla. Daha yüksək məqamdır. Quran bir şey deyir ki, və ridvanun minallahi əkbər. Bir dənə də o mənəvi neymətlərdən biri budur ki, Allahın razılığı bunların hamısından böyükdür. Nə deməkdir? Mümkündür, ağıl kəsmir. Nə deməkdir Allahın razılığı? Ridvanun minallah nə deməkdir? Mümkündür, bu aləmdən istəsək də düşünək, o aləmi düşünə bilmərik ki, ridvanun minallah nə deməkdir? Dünyada başa düşürük, filan kəs razı qalsa, yəni məsələn, deyir, nə istəsəm onu eləyər də. Amma Allah Teala neymətləri sayandan sonra deyir, və ridvanun minallahi əkbər. Deməndə başqa bir şeylər var orada. Nədir? Allah Teala sanki üstü örtülü saxlayıb məsələn. Nə deməkdir Allahın razılığı? Nəysə, xülasə, cənnətin neymətləri çeşidlidir və rəngarəngdir. Yətənəvvəun nə'im əl-ilahi əlləzi yu'ta lil-mu'minin fil-cinan ilə dərəcəti ədəmi imkanət təsavvur bihəsəbil ayat və rivayat. Ayə və hədislərə əsasən cənnətdə möminlərə veriləcək neymətləri sayıb hesablamaq imkan daxilindən xaricdir, yəni imkan daxilində deyil. Zəlikə ənən ni'am və ləzzati dünyaviyyə zailətun və faniyyə. Çünki dünyadakı ləzzətlər aradan gedəndir. Bir insan 4 gün, 5 gün xoşu gələn yemək yedir, amma 6-cı gündə yemək istəmir onu. O qız ki, ondan ötürü özünü öldürür, dağa daşa vururdu, mümkündür evlənəndən 1 ay, 2 ay sonra məhəbbətin yarısı artıq itib batıb. O maşın ki, ondan ötürü neçə illər əziyyət çəkdi, mümkündür deyək, 1 ildən sonra artıq o gözdən düşür. İstər istəməz o ləzzətlər, o neymətlər var, zaildir, fanidir, azalandır, nöqsan qəbul eləyəndir. Fəla yumkin müqarənətuha bin nə'imil uxravi əd-daim. Bunları Allahın daimi neymətlərinə müqarinə eləmək olmaz. Vəlləzi la yazulu əbədən. Hansı ki o neymətlər aradan gedən deyil. Min heythu kavnihi ləzzə mütəməhhiddə. Çünki onların ləzzəti məhiddir. Məhd. Tutaq ki, məsələn fərzən belə deyək ki, bir nəfər böyürtkən yeyib ləzzət almaq istəyir. Ya gedib özü onu tikanını kollan dərməlidir, əl ayağı tek tikan basacaq, əziyyət çəkəcək. Ya gedib bazardan almalı, o da birdən başqa bir əziyyətdir. Yəni o ləzzətlə bir də bir əziyyəti də var.
O yüzden məhz ləzzətdir. Həmən ki istəyəcək ki, ilahi, məsələn deyəm, mən böğürtən yemək istəyirəm. Böğürtən qabağında olacaq. Onun üçün əziyyət çəkməyəcək. Ləhum fiha ma yeşaun Quran deyir. Hər nə istəsələr biz onlara verəcəyik. Və lədəynə məzid və bizim hələ artığını da verəcəyik. Ağlına gəlməyən şeyləri də verəcəyik. Və kəfa dəlilən alə zəlikə ənən ni'am əl-uxraviyyə la təxturu alə qəlbi insanin. O axirət neymətləri elə bir şeydir ki, insanın ağlına gəlməz. Bəzi şeylərin başa düşə bilərsən. Bunun özünün bəhsi var üləmanın arasında. Allah Teala Qurani Kərimdə cənnətin neymətlərindən, quş ətindən, nə bilim meyvələrdən, nə bilim banandan, nədən danışıb. Görəsən bunlar həqiqi neymətlərdir. Bəziləri deyirlər, hə, elə həqiqi ayələrdir. Yəni məcaz yoxdur. Bəzi alimlərin fikri burada deyir, yox, Allah həqiqi neymətlər desəydi başa düşmər ya axı. Fərz elədi, Afrikada bir dənə neymət var ki, bir şey var, heç kəs ondan yeməyib. Ondan bizə vəsf etsələrsə ləzzət. Allah Teala bu cənnət neymətlərin Quranda niyə gətirir? Həvəslənək, dünyada haramdan qaçaq, dünyada günahdan qaçaq ki, o neymətlərin eşqi ilə. Çünki o yaxşı şeyləri yemişik, içmişik, ya qadınla yatmışıq, ləzzətin bilmişik, ona görə həvəslənəcəyik. Birdən tanımadığımız, bilmədiyimiz, ağlımıza gəlməyən şeyləri desəydi, ya həvəslənməzdi, ya da həvəsimiz nə olardı? Az olardı. Ona görə bəzi alimlərin nəzəri budur ki, bunlar misaldılar. Cənnətin neymətləri ağılın fövqündə olan şeylərdirlər. Allah Teala nə bilim almadan, armuddan, qızdan, nədən misal verib ki, dünyada bunlardan ləzzət almış o deyin, həvəslənək. Amma həqiqi neymətləri vəsf eləsəydi, ona həvəslənməzdi. İndi bir nəfər ömrü boyu, məsələn fərzən, ömrü boyu guava meyvəsi yeməyib. Qəşə dadlı şeydir axı. Hə. Ömrü boyu yeməyib ondan. Cəyində ona denən ki, məsələn, ondan bir dənə sok olub. Amma indi desən ki, məsələn fərzən deyək ki, çiyələ ilə armudun qarışıq, fason bir dənə gözəl dadı var. Nəsə həvəsinə. Çünki onun çiyələ ilə armudu başa düşür. Onun ikisinin qarışığını təsəvvür elə bir dadı verir adama. Məsələn, yaxın bir şeydə. Dərhal əvvəl, amma desən, guavan neynirəm. Aydın oldu. Allah da mümkündür o neymətləri, ya həqiqətən elə olan şeyləri biz üçün vəsf eləyib, sadəcə cənnətdəki, dünyadakının daha keyfiyyətli, daha məsələn şirin, daha yaxşısıdır. Və yaxud da ki, misallar vurub ki, zehnimiz yaxınlaşsın ki, həvəslənək. Çünki bəzi hallarda məquli başa düşmürük, məhsusla, hiss elədiyimiz şeylərlə yaxınlaşdırır. İndi həqiqəti nədir? Yəni, böyük ehtimal ki, məcaz yoxdur, amma çox şeylərdə Quran üstünü aça bilməyib, çünki ağlımızın fövqündə düşünə bilməzdir o şeylər. Böyük ehtimal ki, həqiqidir, amma çox şeylərin üstünü açmayıb. Çünki desəydi başa düşməyəcəkdi, anlaya bilməyəcəkdi. Mən dəfələrlə demişəm ki, bu sözü. Quran deyir ki, cənnətin qadınları, qızları həmişə bakirədir. Necə olur bir qadın həmişə bakir ola bilər? Bakirəli bilən pərdədə alət daxil oldu sonra cırılacaqdır. Yəni hər gün Allah Teala təzədən onu bərpa eləyir, hər gün bakir olur. Hətta cırılandan sonra təzədən o pərdəni bərpa eləsə belə, yenə deyəcəksən bakirə deyil. Necə təsəvvür eləyir ki, həmişə bakirəlik? Bir qadın özün tikdirsə məsələn, ona nə deyir? Deyir, bakirə qızdır bu. Bilən ona bakirə deyəcək. Mümkündür pərdə yerində, amma yenə bakirə deyilməyəcək. Və cəalnahunna əbkara, biz ona bakirə qərar vermişik. Onlar həmişə bakir. Necə? Əslən, ağıl təsəvvür eləmir ki, bir qadınla ki, əri yatır, durur, necə o həmişə bakirə qalır? Deşiləndən sonra təzədən bərpa olunsa, yenə də ürfən ona bakirə deməzlər. Deyirlər, pərdəsini tikib. Amma bakirə qızdır, bilən onunla bakirə kimi evlənməyəcək. Demək, onda söhbət pərdədən getmir. Bir şeylər var ki, bu dünyanı təsəvvür eləyə bilmir, ağlımız kəsmir. Yox, məcaz da deyil. Çünki o aləmin qanunları fərqlidir. O aləmin qanunları fərqlidir bu aləmdən. Bu aləm səbəb-nəticə qanunu üzərində bərpa eləyib Allah. Harada olursan, hansı planetdə olursan, bu aləm ki, hal-hazırda bu nizamı inandı, səbəb və nəticə, illət məlul qanunu üzərindədir. Quş əti yemək istəyirsən, gərək o quş yumurtadan çıxsın, böyüsün, neynəsin, ondan sonra kəsib yiyəsən. O aləmdə yoxdan quş sən qabağında quş əti hazır olacaq. O aləm bu qanunlarla idarə olunmur, başqa qanunlardır orada. Nəysə. Və kəfa dəlilən alə zəlikə ənən ni'am əl-uxraviyyə la təxtur alə qəlbi insanin. Elə deyir ki, cənnət neymətlərinin ucalığı üçün, yüksəkliyi üçün bu kifayət eləyir ki, insan qəlbinə xutur eləməyib bu neymətlər.
Fadlan an yekuna qad ra'aha aw sami'a biha ahadun minel beşer. Qalmışdı ki kimsə onu görsün, yaşasın. Cənnətin nemətləri mümkündür. Peyğəmbər sallallahu aleyhi və alihi və səlləm ki, Allah Taala apardı cənnətləri, cəhənnəmləri əyani surətdə göstərdi. O mümkündür dərk eləyər ki, həqiqəti nədən ibarət. Və liza qalel bari subhanahu və teala a'dadtu li'ibadi ma la aynun ra'at və la uzunun semi'at və la xatara bi qalbi bəşər. Deyir ki, hədisi qudsidə hansısa imamına görüm harda nəql eləyib. İbn-i Fəhdililli Uddetud Da'i kitabında Allah məclisidə bir harda nəql eləyir rivayəti. Allah Müteala'nın dilindən ki, mən cənnətdə bəndələrim üçün bir neymətlər hazırlamışam, bir şeylər düzəltmişəm ki, elə şeydir ki, la eynun rəət, nə göz o neymətləri görüb, və la uzunun səmiyyət, nə qulaq onu eşidib, və la xatara bir qəlbi bəşər, nə də bir qəlbin, bir bəşərin qəlbindən belə şey xutur edib. وجاء في حديث عن الإمام أبي جعفر الباقر عليه أفضل الصلاة والسلام في وصف النعيم الجنة. Hazreti İmam Muhammed Baqir aleyhissalam cənnət nemətlərini vəsf edərkən belə buyurur. İnne əhlel cənnəti yuhyevne fela yemutune əbəda. Cənnət əhli həyat yaşayacaqlar, həmişə diri olacaqlar və heç zaman ölməyəcəklər. Və yəstəyqizune fela yenamune əbəda. Həmişə oyaq olacaqlar. Onlarda yuxu yoxdur, yəni cənnətdə yuxu yatmaq yoxdur. Və yəstəğnunə fəla yəftəqirunə əbədə. Həmişə qəni olacaqlar, hər şeyləri olacaq, onlarda fəqirlik deyilən şey yoxdur. Və yəfrəhunə fəla yəhzənunə əbədə. Həmişə sevinc, fərəh içindədirlər, onlara kədər üz verməyəcək. Və yədhəkunə fəla yəbkunə əbədə. Onlar həmişə gülər üz olacaqlar, güləcəklər, ağlamayacaqlar. Və yukrəmunə fəla yuhanunə əbədə. Həmişə mələklər ya məsələn digər insanlar biri digərini ikram eləyəcək, əzizləyəcək, hörmət qoyacaq ona. Heç kəs orada ihanət olunmayacaq, aşağılanmayacaq. Və yəfkəhunə və la yuqattibunə əbədən. Fukaha, yəni məzəli söhbətlər bir-birinə deyəcəklər, bir-birini sevindirəcəklər, bir-birini məsələn xoş sözlər eşidəcəklər. Fukaha, yəni anekdot, lətifə. Və la yuqattibunə əbədən, yəni qatma adam bəzən görsən ki, bir deyib gülməyəndə bir qaşqabaqlı halət olur, o cür olmayacaq. Hamımız deyəcək, güləcək, yəni bir-birinə mehriban rəftarda olacaqlar. Və yuhbərunə və yusərrunə əbədən. Yuhbərunə və yusərrunə əbədən. Yuhbər bilmirəm nə deməkdir. Yusərrunə əbədən, yəni sevincli olacaqlar. Və yəkulunə fəla yəcuunə əbədən. Bunlar daimən tox olacaqlar, ac olmayacaqlar. Həmişə yəni yeməkləri qabaqlarındadır, aclıq yoxdur orada. Və yərvunə və la fəla yazməunə əbədə. Rəvi, yəni suvarılmaq, sirab olmaq. Həmişə sirab olunacaqlar cənnətin sularından. Zamədə susuzluq, heç vaxt susuz olmayacaqlar. Və yəksunə fəla yərunə əbədən. Onlar daimən geyimli olacaqlar, cənnət paltarından geyinəcəklər, heç zaman çılpaq qalmayacaqlar. Və yərkəbunə və yətəzavərunə əbədən. Daimən minikləri altındadır, indi o aləmin minikləri nədir? Allah bilər həqiqəti nədir. Və yətəzavərunə əbədən bir-birinin ziyarətində olacaqlar. Var bəzi rivayətlərdə ki, şəhidlərin döyüş zamanı mindiyi atları cənnətdə də onların elə minikləri olacaq. Var bəzi rivayətdə. İndi yaxşı, şəhidlərdən başqaları nə minəcək? Cənnətin dəvələri, məsələn, Nuqul Zinan, məsələn, gəlib cənnətin dəvələri həqiqi istilahdır ya o aləmdə desəydi ki, məsələn, fərzəndir, raketə minib gedəcəklər, Peyğəmbər imam desəydi, onu nə başa düşəcəkdilər? Bəzi hallarda İmam Peyğəmbər bir çox həqiqətləri bilib, amma desəydi də o dövrün insanların şuuru çatmazdı ki, məsələn, deyək, bu kruşkadır, burada nə bilim, stəkandır. Deyək ki, su içdiyiniz qabın sınıq yerindən içməyin, ora şeytanların oturan yeridir. İndi o dövrdə imam desəydi, mikrob, virus, bakteriya nə qanacaqdı ki, ərəb nə başa düşürdü? Amma cin şeytan başa düşürdü, şeytanların oturan yerdə qorxurdu, çəkinirdi. 100% başa düşürük nədir?
İndi başladı imam deyir ki, yəni sınıq yerə o qədər əl sürtülür, əlin kiri, ziri, zibili yaxılır ora. Qaralırdı ora istər istəməz. Yaxşı yuyula bilmir. Orada mikrob qalır, orada bakteriya qalır, virus qalır, xəstəlik törədən şeylər. Yəni oradan içmək ki, o mikrob gedəcək ağızda. Cin hökmanda gəlib orada otursun. Amma imam deyil səndən, sən mənəm. Necə izah eləsin onu? Necə başa salsın? Mikrob yoxdur axı. O aləmdə, onların zananda mikrob anlayışı deyilən bir şey yoxdur. Biz indi bu çıxandan sonra bu texnologiya, nə bilim mikroskop, gördük ki, böyütdülər, gördülər orada məsələn cürbəcür şeylər vardı ki, insan gözünün məsələn 1000 dəfə, milyon dəfə böyüyəndən sonra insan gözü görə bilər onu. İnandır ki, orada bir şeylər var. O ərəbə necə deyirdi ki, orada məsələn bir canlı məxluqlar var. Deyəcəklər bizi alladır. O balaca bir yerdə necə canlı məxluqlar ola bilər? Ona görə məcburdur nə etsin? Görə bildiyi, duya bildiyi şeylərlə misal olsun. Oradan içmən orada şeytanların oturan yeridir. Aydın ol nə demək istəyirəm? Ona görə də cənnətin də nemətləri bu cürdür. İmam hər şeyi açıb deyə bilmir. Desəydi də bizim ağlımız kəsməyəcəkdi. Ki, nə minəcəklər, o aləmin minikləri nədir? Və yərkəbunə və yətəzavərunə əbədən. Minikləri həmişə altlarındadır, istədiyi vaxt minə bilirlər. Və bir-birinin ziyarətinə gedirlər. Həmd olsun Allaha ki, 57-ci dərsi də bitirdik. Gəldik, çatdıq 58-ci dərsə. Ən-Naimul Uxrəvi. Hələ də bəhsimiz elə demək olar ki, əvvəlki dərsin davamındadır. Axirət neymətləri. Yukafəul muhsinun fil cənnə bi-ni'amin mütənəvviətin və qeyri mütənahiyə. Yaxşı insanlar cənnətdə cürbəcür, növbənöv olmaqla sonu bilinməyən, sonu olmayan sonsuz neymətlərlə mükafatlanacaqlar. Həm növləri, çeşidləri çoxdur, həm də ki, sonu yoxdur, orada bitib tükənmək yoxdur. Deyək, ən yaxşı yeməyi qoydu, deyək, qəşəy düyüdür üstündə, məsələn, qəşəy ət. 5-6 nəfər yediyi qutaracaq. Cənnət neyməti bu cürdür ki, qutarsan. Elə yiyəcəksən, görürsən, həmən şey qaldı yerində. Eləcə də, orada neymətlərin sayı hesabı da yoxdur. Necə ki, məsələn, deyək, bəzi toylardakı stol üstündə o qədər döşəklər, bilmirsən nə yeyəsən, hardan başlayıb, harada qutarasan. İndi bu balaca bir misal vururam. Cənnətin neymətləri həm çox çeşidlidir, rəngarəngdir, həm də ki, sonu yoxdur. Yəni, onu yeməklə qutarmaq olmur. Və bizzalikə yuxtətəmu axiru mövqifin lil-mü'minin bi husnil aqibə. Bununla da möminlər üçün nədir? Sonuncu mərhələ baş verir. O da onların aqibətlərinin xeyir olmasıdır, hüsnül aqibə gəlib çatmaqlardır. Və yakunu məsiruhum el-hubur fin-ni'amil el-hubur fin-naimil əbədi. Onların əbədi nemətlər içində qalmaqdır, dəyişsin. Bəli. Və fi hâzə dərs sənəbhəsu ənva'an ni'amil uxraviyyə fil-cənnə. Cənnətin neymətlərinin müxtəlif növlərini araşdıracaq. Və nüthbitu ənə əhləl cənnə səyəhsəlunə ələn-naimil maddi vəl-mə'nəvi mə'ən. Deyəcək ki, cənnətin sakinləri həm maddi, həm mənəvi neymətlərdən bəhrələnəcəklər. İnnəl cənnətə məkanul husuli aləl-ləzzat. Allah Teala cənnəti qərar verib ki, insanlar orada ləzzət alsınlar, oradan keyf çəksinlər. Allah Teala cənnəti işləmək üçün, əziyyət çəkmək üçün qərar verməyib. Əziyyət üçün bu dünya idi. Bir insan ki, dünyada özünü əziyyətə saldısa, Allahın razılığın, Peyğəmbərin, imamın razılığını qazandısa, yəni cənnəti qazana bildirsə, qutardı. Artıq onun o bütün o əzab əziyyəti ilə o ölüm anında qutardı. Ondan sonra ancaq onun neymətlər gözləyir. وَلَمَّا كَانَ الْإِنسَانُ فِي الْحَيَاةِ الدُّنْيَا يَتَمَتَّعْ بِاللَّذَّاتِ الْمَادِّيَّةِ وَالْمَعْنَوِيَّةِ فَإِنَّهُ سَيَنَالُ كِلْتَا هَاتَيْنِ اللَّذَّتَيْنِ فِي الْجَنَّةِ أَيْضًا. Necə ki, bu dünyada insan maddi və mənəvi ləzzətlərdən zövq alır, ləzzət aparır, eləcə də Allah o dünyada da hər ikisinə verəcək. Bir dəfə bəzi şeylər yeyirik, bir dəfə var, məsələn, fərzəndi oturub xəyalında məsələn bir gözəlliyi canlandırırsan, heç kəs yoxdur elə bil. Ondan bir zövq alırsan, almırsan. Özü təsəvvür edir ki, məsələn, bir bağ-bağatın içində gəzirsən, güllər, çiçəklər, quşlar oxuyur. Bir zövq alırsan, amma o zövq nədir? Mənəvi zövqdür. Maddi gör, yoxdur, həmən yorğan döşəndə uzanmırsan. Və yaxud məsələn, bir oğlanla bir qız sevgilidirlər və həqiqi sevirlər bir-birini.
Saatlarla oturub məsələn deyə söhbət eləyirlər. Mümkün deyil, şəhvət də yadlarına düşmür. Ya iki dənə dostdur, uzun müddət bir-birini görmürdülər. Oturub bir-birinə söhbət eləməkdən bir mənəvi zövq alırlar. Madəm nə yemirlər, nə içmirlər. O zövqlər artıq, o ləzzətlər nədir? Mənəvi ləzzətdir. Artıq o nədir? Yemək, içmək deyil. Deməli, necə ki, insan bu dünyada maddi və mənəvi ləzzətlərdən zövq alır, keyf eləyir, ondan ləzzət aparır. O eyni şeyi Allah Taala, yəni həm maddi, həm mənəvi ləzzətləri o dünyada da verəcək. Lakinnel məqsud minəl-ləzzat əl-maddiyə tilkəl-ləzzat el-faqidə li cəmi ənva'il uyub və nəqais dünyaviyyə. Amma maddi ləzzətlər deyəndə dünyadakı ləzzətlərin nə idi? Bütün o nöqsanların, əzab-əziyyətin, çətinliklərin çıxardacaq, məhdul ləzzət qalacaq, bayaq qeyd elədik. Nəqaisin çıxardacaq. Tutaq ki, məsələn, fərzən belə deyək. Biz dünyada qarpızı yeyirik, düzdür? Hər dəqiqədə əziyyət çəksən, onun dənələrini oradan təmizləyəsən. Orada məsələn deyək, qarpız elə olacaq ki, orada nə qabığı olacaq, birbaşa həmən ləzzətli qarpızın özün yeyəcəksən. Sənə əziyyət verəcək, səni nə məsələn deyək, nəsə narahat eləyəcək bir şey qalmayacaq. Bütün ləzzətlər məhlul ləzzət olacaq. Əv fəqul əl-ləzzat əl-xalisə, xalis ləzzətin özüdür. Kəma innə əhləl cənnə muftəqirunə ilə sifat-i dünyəviyyə el-müəddiyə iləl-qusur əvin-nəqs fil-əyşi vəl-ləzzə. Necə ki, innə əhləl cənnə muftəqirun, yəni onlar fəqirdən əldən veriblər nə? İlə sifat-i dünyəviyyə el-müəddiyə iləl-qusur əvin-nəqs fil-əyşi vəl-ləzzə. Eyş və ləzzə, yəni yaşam halındakı o nəqslər, çətinliklər vardı, ona muftəqirdən, onu əldən veriblər. Heç nə yoxdur orada əziyyət çəkiləcək bir şey yoxdur. Min huna leysə fil cənnəti ma yəhdimul ləzzat əd-dünyəviyyə. Buradan da başa düşürük ki, cənnətdə ləzzətləri aradan aparacaq, ləzzətlərə belə deyək də zəhər qatacaq bir şey yoxdur. Ləzzətin özüdür. Tutaq ki, məsələn, fərzən deyib, yeyib içirsən, birdən yada düşdü, vay da, vay, borcun vaxtı gəldi, sabah məsələn, kreditin vaxtıdır. Elə bir yediyin də zəhər olacaq. Elə? Amma orada o şey yoxdur. Nə ləzzət varsa xalis ləzzətin özüdür. O ləzzətə zəhər qatacaq, onu sənin üçün acılaşdıracaq bir şey yoxdur. Hər şeyin ləzzətin özüdür. Əy əl-mevt vəl-fəna ki, məsələn deyək, dünyada insan ölümü və fənanı xatırlayan kimi o ləzzətlər sanki bərbad olur. Orada o şey yoxdur. Li'annel cennete darun lil xulud vəl-bəqa. Çünki cənnət əbədi yaşarlıq bir yerdir. Mudafən ilə ənə sükkanel cənnə la yuvacihunəl hərəm vəl-mərad vəl-əma vəs-səmən vəl-həm vəl-ғəm vəl-ələm. Deyir ki, cənnət əhli hərəm, yəni qocalıqla, orada qocalmaq yoxdur. İnsanlar məsələn 30-40 yaşında cavanlıq forması nədirsə, yaxşı forması, o formada yaşayacaqlar. Xəstəlik yoxdur, körlük yoxdur, karlıq yoxdur, həmmu qəm yoxdur, dərd, kədər yoxdur, ağrı yoxdur. Və la yuhəddiduhumul fəqr vəl-faqə vət-təxəllüf vəl-aciz. Onları təhdid edəcək, qorxudacaq bir fəqirlik, nə bilim, imkansızlıq, geri qalma, nə bilim, acizlik, belə bir şeylər yoxdur. Onlar bu dünyadadır. Və la vücudə beynəhum lirrəzailil əxlaqiyyə. Və onların qəlbində olan arasında əxlaqi rəzilətlərdən də sorağı yoxdur ki, onlar bir-birinə kin-küdrət bəsləsinlər, küslü qalsınlar, onunla böhtan atsın, bunun qeybətini eləsin. O şeylər dünyada qaldı. Cənnət əhli ancaq xoş sözlərlə bir-birini dindirəcəklər. Orada əxlaqi rəzilətlər yoxdur. Kəl-buğdi vəl-həsədi vəl-ədavəti vəl-cidali vəl-niza. Cənnət əhlinin arasında kin-küdrət, həsəd çəkmək, nə bilim, düşmənçilik, yersiz mübahisələr, nə bilim, çəkişmələr, bunlar heç birisi yoxdur. Li'annəl cənnətə mənzilud dahirin vəl-muhsinin. Çünki o aləm pakların və yaxşıların yeridir. Və bihəzə fəhum yəhsəlun ələ kulli ma yəşaun. Buna görə də hər nə istəyirlərsə, Allah Teala hamısını onlara əta eləyəcək. Və minəl bədihi ənə idrakə həqiqətin nəimil uxravi və ləzzatil cənnə xaricun ən dairətil fikril bəşəri. Əslində, bayaq da qeyd elədik ki, cənnətin neymətlərin həqiqəti ilə düşünmək bəşər ağlının düşüncəsinin fövqündə olan bir şeydir. Yəni, istəsək də başa düşə bilmərik. Bizim bir misal, bizim ustad var idi. Deyirdi ki, təsəvvür edin, məsələn 5-6 yaşında bir uşaq gəlir atasının yanına, deyir ki, ay ata, hardansa qullanacaq, cinsi əlaqə nədir?
Ata deyir ki, onu necə başa sala bilər ki, ya həqiqətini danışsa uşağın əxlaqını pozar. Aydın oldu. Deməsə də uşaq şübhədə qalacaq. Uşağın başa düşdü. Məsələn fərzən deyir ki, məsələn deyir, qaymaqlı filan tortdan yemirsən, deyir, hə, eləncə bir şeydir, ləzzətli bir şeydir, böyüyəndə görəsən. Hə, uşaq aldı cavabını getdi. Əslində düz cavab vermədi. Amma atanın hikməti buradadır ki, həqiqətini açmasın. Aydın oldu. Çünki onun düşüncəsinin fövqündə olan bir şeydir. Allah da, Peyğəmbər də bəzi hallarda bizi uşaq yerinə qoyur, həqiqətləri aça bilmir, açsa mümkündür, əxlaqımızı pozar deyil. Məsələn, fərzən belə deyək, deyək ki, birdən cənnət neymətdən həqiqəti ilə açsaydı, mümkündür dünyada insan yaşamaq istəməzdi. Elə aşiq olardı, qala bilmədi. Necə ki, Əli əleyhissalam deyir ki, beləcə söz əhlinə söz təsir qoyur. Həmmam xutbəsində. Mümkündür, hər hansı bir məsləhətə görə İmam Peyğəmbər hər şeyin həqiqətini aça bilmir. Bəzi şeylər üstü örtülü qalır. Ona görə cənnətin neymətləri də o üstü örtülü qala biləcək şeylərdəndir ki, həqiqəti ilə açıla bilməz. Necə ki, cəhənnəmin əzabı da həmçinin. Zəlikə ennəl insan fid-dunya la ya'i sivəl-ləzzaizil məhdudəlləti yəşubuhən-nəqsud-dunyavi. Çünki insan bu dünyada o ləzzətləri başa düşə bilir ki, ya'i, yəni vəayəyi başa düşür, anlayır ki, onlar məhduddular və dünyəvi nöqsanlarla qarışıqdır. Bananı yemək istəyirik ki, yarısı onun zibilə çıxır. Dadlı bir dənə banan. Almanı yemək istəyir, armud yemək ortasında məsələn deyək, bir yer var ki, yəbini tullayırıq o da. Yəni, o istər-istəməz o qatma qarışıqdır. Qatığı kəsirsən, biraz qalır görürsən, yarısı suya çıxdı, dağıdırsan. İstər-istəməz nədir? O şeylər yaxşı ilə o yaman deyək, ya nə deyək, naqislik bir-birindən iç-içədirlər. Dünyanın həyatı bu cürdür. Və la yəsəuhu idrakul ləzzəl uxraviyyəl xalisə mutlaqən. Ona görə də insan bu aləmdən ki, nöqsanlı ləzzətlər görüb, xalis ləzzəti dərk eləyə bilməz. Bu aləmdən cənnətin xalis ləzzətlərin dərk eləyə bilməz. Kəma huvəl hal fi-ṭifli-ləzi yərə ənə ləzzətil həyat məhsulətun bitənavulil hulviyyat, hələviyyat ya hulviyyat, hələviyyat. Bizim tələbə yoldaşımız vardı, ərəb, o dedi, hələviyyat ki deyirik, o düz deyil, həlvayat düzdür. Baxmayın ki, deyir ki, harlama gözü hələviyyat yazırlar, amma deyir ki, həlva sözünün cəmidir, həlvayat olmalıdır. Hətta ərəblər dedi, düz eləmirlər. Özü ərəb şunası tələbə idi. Deyir ki, sözün kökü həlvadır, müfrədi. Cəm müənnəs oxunur, həlvayat olacaq, nə də səmavat. Deyir ki, huluviyyat, həlvayat. Amma ərəblər nə deyir? Hələviyyat. Aydın oldu, hələviyyat deyirlər. Deyir ki, hələviyyat düzdür, o deyirdi. Həlvayat olmalıdır. Nəysə, deyir ki, necə ki bir uşaq nə deyir? Düşüncəsi ki, məhsurdur. Elə bilir ki, dünyanın ləzzətləri şirniyyatdadır və ləhvəlləhi bit-tufuli. Şirin şey yesin və uşaqlarının oyuncağının oynasın. Uşağın düşüncəsi bu qədərdir. Ondan önə keçə bilmir. Elə. İndi bir dənə uşağa bayaq dediyimiz misal. Bir uşağa desin ki, məsələn, bir dənə özgədən pul işdən oyuncağı verirəm, bir dənə məsələn yaxşı qız verirəm. Hansını seçirsən, nə deyəcək? Dərhal deyəcək oyuncağı. Bicələ uşaq olmasa deyəcək oyuncağı. Elədir. Çünki o bilmir ki, qadında nə ləzzət var. Dərhal deyəcək oyuncağı, çünki gördüyü o dərəcədədir. Bizim də şuurumuz o uşağın ağlına bənzəyir ki, bu dünyada gördüyümüz şeylərdən danışırlar ki, onu həvəslənir. Və la yumkinu idrak ləzzat mərhələti şəbab və ma ba'daha. O uşaq cavanlıq ləzzətlərin və ondan sonraki ləzzətləri anlaya bilməz. Və innəma yudriku ləzzat kulli mərhələtin min mərahilil umr və tətəcəddəd ləhu ində buluği tilkəl mərhələ fəqat. Və hər dəfədə sonraki mərhələ keçdiysən, o mərhələnin ləzzətini dərk edə bilir, ondan sonrakisini anlaya bilməyəcək. Və alə hazəl əsas, ta ki, məsələn, fərzən belə deyək, bir uşaq ki, 17-18 yaşındadır, evlənmək eşqi var bunun. Onun nəvə oynatmaq ki vardır, o anlayışı yoxdur artıq onun. O ləzzəti duya bilməz. O ləzzət haçan gələcək, ta ki 50-yə satanda ki, artıq nəvə oynatmaq vaxtıdır. Mümkündür artıq 50 yaşlı babanın lap cinsi şəhvəti son dərəcə yerində də olsa, onun mümkün məsələn deyək ki, nəvə oynatmaq eşqi ilə bir arvad almaq eşqi müqayisəsində mümkün nəvənin qucağını oynatmaq daha ləzzətli bilər. Çünki o yaş dövrünün ləzzətidir. İnsan deyir ki, mərhələlər keçdikcə hər mərhələyə daxil olanda o mərhələnin ləzzətlərini duya bilir, ondan sonrakisini dərk eləyə bilmir.
Və yaxud da ki, məsələn, keçmiş ləzzətləri ki, artıq bir dənə 35 yaşında kişiyə dənə canım məsələn pultu verirəm, bundan məsələn uçma maşını axmaq adam dolayısın neyirəm onu mən. Pultu maşını neyirəm mən. Amma bir vaxt vardı onun ötürü özünü öldürürdü. Deməli, hər bir mərhələnin öz ləzzəti vardı. Və innəmə yudriku ləzzət kulli mərhələtin min mərahilil umr və tətəcəddəd hər bir mərhələnin öz mərhələsinə daxil olanda onun ləzzətini başa düşür və tətəcəddəd ləhu ində buluği tilkəl mərhələ fəqat və həmən o ləzzəti duymaq həmən mərhələ daxil olan zaman yenilənir. Və alə hədəl əsas leysə fi hədhihi dünya illə məratibu məhdudə minəl ləzzə. Çünki bu dünyada bir dənə o ləzzətdən bir məhdud mərhələsini dərk edə bilirik. Və təbluğu hədhil məratib zirvətəha fil axirə. Həmən o ləzzətlər zirvəyə, kulminasiya nöqtəsinə harda çatacaq? Cənnətdə. Və ləmmə kənə minəl mütəəzzir aleynə idrakül ləzzəti dünyaviyyə fil mərahilil ə'la min a'marina. İndi ki deyir, biz necə yuxarı mərhələ çatmamış, aşağı mərhələdə olduğumuz halda, hətta dünyəvi ləzzətlərdə belə yuxarı mərhələni başa düşə bilmiriksə, bir dəfə bir tələbələrdən biri danışırdı, mən özüm rivayəti görməmişəm. Deyir ki, gecənin bir aləmi Əli Əleyhisselam görür, qapı döyüldü, xilafəti dövründə. Çıxır qapı görür, Malikəşlər, Rıdvanullahi aleyh. Elə bil nəsə orada nəsə bir şey var, düşmən hücum eləmir, ordunun böyüyü odur da. Nəsə elə bir dövlət işi ilə bağlı nəsə bir şeydir, qoşunla bağlı bir şeydir. Malik xeyr ola, deyir ki, ya əmir əl-müminin, birdən elə yadıma düşdün. Gəlməsəydin bağrım çatlayırdı, gəldim səni görməyə. Gecə saat məsələn 2-də 3-dür, səni görməyə gəlmişəm, heç nə üçün gəlməmişəm. Mən özüm rivayəti görməmişəm, onun dediyini deyirəm. Fərz eləyək ki, rivayət vardı. Deməli, onda bir ləzzətlər vardı ki, onu biz, məsələn, deyək, dərk eləmək ki, Əli Əleyhisselamı görməsə insan necə bağrı çatlayar? Gəlməsəydin, bağrım çatlayardı. Ona görə gecə ilə durdum, gəlmiş, səni görüm. Mümkün deyil, axşam sağ ayrılmışdılar. Birdən o ləzzət artıq bizim düşüncəmizin fövqündədir. Yəni, Əli Əleyhisselamın simasına tamaşa eləmək nə ləzzətdir? Ki, Malik gecə saat 2-də durur yatağına gəlmiş, sənin sima görməyə gəlmişəm, mən başqa heç gəlməmişəm. Artıq o biz istəsək də başa düşə bilmərik onun nə deməkdir. Ona görə ki, indiki dünyadakı ləzzətləri biz anlaya bilmiriksə, axirətin o uca ləzzətləri necə başa düşə bilərik? فَمِنَ الْمُسَلَّمْ بِهِ عَدَمُ إِمْكَانِ إِدْرَاكِ قِمَّةِ اللَّذَّةِ الَّتِي تَحْصَلُ فِي الْجَنَّةِ. Bundan da müsəlləmdir ki, o cənnətdə baş verəcək o ləzzətlərin zirvəsini, qimməsini başa düşmək mümkün olmayacaq. Və la buddə lana min iltimasil vəsf əs-səmavi ləhə. Ona görə də səmavi vəsflərə iltimas, ona əl açmalı ki, görə İmam Peyğəmbər Quran nə deyir? Yəni ağlımız onu dərk eləməz. Laqad şəddədəl Qur'anul Kərim alə ennə əhləl cənnə yəhsəlunə lə kulli ma yuridun. Quran-ı Kərim bizə yol göstərir, bizə öyrədir ki, cənnət əhli hər nə istəsələr Allah onlara verəcək. Və ennəllaha subhanahu və teala yeziduhum min fadlih və öz fəzlindən biraz da artıracaq. Onların istəmədiyində artıq şəkildə verəcək. Və fi hada işarətun ilə ni'mil xaric anit təsavvuril bəşəri. Burada da artıq insan təsəvvürünün xaricində olan nemətlərdən söhbət açır. Vəlləti tuqirru biha a'yunuhum fil axirə, hansı ki o nemətləri görməklə insanların axirətdə gözləri nurlanacaq. Ləhum ma yəşaunə fiha və lədəynə məzid. Onlar hər nə istəsə onlar üçün orada o qərar veriləcək, onlara veriləcək istədikləri şeylər və lədəynə məzid və hətta bizim yanımızdan artıqlaması ilə də bir şeylər veriləcək onlara ki, onların hələ ağlına gəlmirdi. Və sənə'midu fi ma yəti ilə bəyanin ni'amil cənnət zimnə nüqatin mütəəddətin i'timadın əl-kitabı və sünnə. Burada da deyir ki, Quran və hədislərə söykənərək cənnət neymətlərinin bəzilərinə mərhələ bəzi nöqtələrinə işarə eləməyi özümüzə borc bildik. Elhamdülillahi Rabbil aləmin və sallallahu ala seyyidina və nəbiyyina Muhammedin və alihi tahirin.